danışmaq necə olar? Məsələn, yandım, birdən Çin dilində danışdım. Çin dili də çətin dildir də. Onu, məsələn, səsin biraz bir cür uzadırsan bir məna verir. Başqa cür ahəngdən də asılıdır. Yəni, bilənlər bilir, çətin dildir. Mütəxəssisi də azdır onun. Gəlir onun misal çəkir. Birdən-birə Çin dilində danışa bilərsiniz, dillər yox. Deyir, mömin üçün qəzəblənmək o qədər çətin olmalıdır. Özündən çıxmaq. Çin dilində danışmaq kimi. Bunu bilirsiniz, yaşayan adamdır, deyir deyə sözü təsirli olur insana. Onun halı, o fəzilət əhlidir. Fəzilətlər qopub onun canına. O gərək çox zəhmət çəksin ki, qəzəblənsin. Allah üçün bir dəfə